Salam, hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilərim, bugün hazırladığım belə bir gözəl, sadə bir tortun hazırlanmasını sizlərlə də bölüşmək istəyirəm. İnşallah bu tortumdan da yararlanarsınız. Tortumuz əkiz qızlar üçündür. Tort axşamdan yığmışam. Xanımlar, indi üzərini qaymaqlı kremlə kremləyirəm. Üzərinə hətta gördüyünüz kimi qanaşlamışam. İndi isə hər bir tərəfini şpatellə kremləyirəm. Sonra isə spatula ilə bax belə artıq kremi yığıb götürürəm. Boş qalan yerlərə krem doldururam. Üst kremini yığıram. Yəni çalışıram bütün xırdalıqları izah edim. Xanımlar, tortun çəkisi 3 kilodur. 22 diametrli formada hazırlamışam. Hündürlüyü 12 santimetrdir. Tərkibi plan 1'dir. Yəni plan 1'in kremin hazırlama qaydasını, biskvitin hazırlama qaydasını da paylaşmışam bir neçə dəfələrlə. Əvvəlki videolarımda var. Alt bölümündən də inşallah paylaşarım. İndi isə üzərindəki fil balasını hazırlayıram. Ağ rəngli şəkər xəmirinə bir damcı qara rəng qatdım. Qara mastika da qatmaq olar. Belə bir boz rəng alındı. Gördüyünüz qayda ilə fil balasını da hazırlayıram. Ürək formasından belə kəsdim. Filin qulaqlarını hazırlamaq üçün qoyuruq bir balaca qurusun. Sonra isə ayağını, əlini hazırlayıram. Adi su ilə yapışdırıram xanımlar. Heç bir kleydən istifadə etmirəm. Fiqurları bir neçə gündə əvvəlcədən hazırlasanız çox gözəl olur. Vaxt baxımından quruyur, tortun üzərində gözəl durur. Fil balasının əllərini də yapışdırdım və indi qulaqlarını. Belə bir gözəl, asan, səliqəli bir fiqurumuz alındı. Fiqurumuz hazırdır. Xanımlar, qoydum bir tərəfə qurumağa. Quyruq hissəsində xırda bir buruq edib əlimlə onu da arxadan yapışdırdım. Keçək tortumuzun bəzənməsinə xanımlar. Yenə daha 3 santimetr hündürlüyündə belə bir həmin boz rəngli mastikadan, şəkər xəmirindən kəsdim və tortun kənarlarına kant vurdum. Belə bir buludlar elədim. Yəni tortun üzəri boş qalmasın deyə. Sonra isə xırda-xırda ulduzlar kəsmişəm. Onu da bir tərəfli tortun üzərinə yapışdırıram. Beləliklə asan və çox da səliqəli, gözəl bir tort alındı. Bu ulduzları da qızılı kandürünlə rəngləyəcəm ki, biraz da tortun üzərində gözəllik qatsın, möhtəşəm olsun. Xanımlar, bu da tortumuzun bütün dekorlarını tortun üzərinə yığdım. İndi isə üzərindəki ulduzları qızıl rənglə rəngləyirəm. Əgər bu videomdan da yararlandınızsa, bəyəndinizsə, fikirlərini bölüşərək kanalıma dəstək olsanız çox məmnun olaram. Allaha əmanət olun, dəstəyinizi əsirgəməyin. Vaxt tapdıqca da suallarınıza cavab verirəm. Hətta videonun içərisində də sizin bütün suallarınızı cavablandırıram. Yeni videolarda görüşənə qədər hələlik Allaha əmanət olun.